İlk olarak bu alkanın davamını deyəcəm sizə, sonra suallarımıza baxacağıq. Sonra deyəsəm bizim genetik əlaqədən də bir sualımız var, onlara baxacağıq. Deməli, alkanların biz keçən dərs nəyi öyrəndik? Ümumi formulunu, karbonun hidləşmə halını, homoloji sıranı, homoloji fərqi, quruluşunu, radikalları, birli ikili üstü karbon nə zaman olur, hansı formada olur, onları öyrəndik. Sonra adlandırma növlərini, trivial, yəni tarixi, səmərəli və beynəlxalq üsulunu adlandırma öyrəndik və izomerliyi öyrəndik ki, alkanlarda hansı izomerliyi var idi? Quruluş izomerliyi. Düzdürmü? İzomerliyi bir növü vardı və neçənci nümayəndədən başlayırdı? Butandan, yəni 4-cü nümayəndədən başlayırdı. Bu gün isə yerdə qalan hissəsini, yəni alkanların alınması, fiziki kimyəvi xassələri öyrənəcək və biraz da tətbiqini. Alınma bilirsiniz də nədir? Alınma yəni əldə olunma. Bunun üçün adətən iki yerə bölürlər alınmanı. Bunların kəskin fərqi yoxdur əslində, amma iki yerə bölürlər. Sənayedə alınma, bir də laboratoriyada. Sənayedə yəni alınan maddələr adətən tonlarla alınır. Yəni daha böyük miqdar alınır. Bunun üçün də əsasən xammal təbii birləşmələr götürülür. Laboratoriyada 3-5 qram alırlar. Bunun üçün təbii birləşmə olmasa da olar və yaxud da reaksiyaya girən reagentlər çox bahalı olsa da problem deyil. Amma fabrik zavodlarda, sənayedə elə üsul seçirlər ki, bu üsul həm əlverişli olsun, almaq rahat olsun, həm də ki enerji az tələb eləsin. Bu üsullardan biri budur ki, alkanların alınlar neftin fraksiyalı distilləsindən. İndi biz gələcəkdə nefti öyrənəndə görəcəksiniz ki, həqiqətən də benzin, liqroin, kerasin, qazoid, mazut bunların hamısının içərisi alkanlardan doludur. Aydındır? Bu üsul fiziki üsuldur, distillə üsuldur. Sonra alırlar bu su qazından alırlar. Bunda müxtəlif alkanlar almaq olar. Məsələn, buradakı bir nüçə götürəndə nə alırlar burada fikir verin? Metan alır. Bu yəni burada eni dəyişməklə, eni 2 götürərsən, etan alarsan, 3 götürərsən, propan alarsan və s. belə. Aydındır? Bunlar N2+1 nisbətində girirlər. Bir alkan alınır, bir də su alınır. Mütləq yüksək temperatur olur, mütləq katalizator olur. Katalizatorlar müxtəlif ola da bilər. Sonra birbaşa, adətən burada kömürdən və ya istifadə eləmirlər, adətən burada CO-dan və ya CO2-dən istifadə edirlər. Amma ümumi olaraq kömür yazmaq olar. Yüksək temperaturda nikel katalizatorun iştirakı hidrogenlə girib metan verir. Və yaxud da təbii qazdan alırlar. Təbii qaz bilirsiniz də, təbii qazın 80-97% metandır. Təbii qazda birlikdə çıxan qazlar və ya daş kömürdən də bu alkanları əldə edirlər sənayedə. Aydındır? Başa düşdünüz? Neçə üsul dedik burada biz? 4 dənə üsul dedik də. Dedik, neftin fraksiyalı distilləsindən alırlar, su qazından alırlar, birbaşa karbonu salırlar, hidrogenlə metan alırlar, bir də təbii qazdan, koksla, deməli, daş kömürün kokslaşması zaman əmələ yaran koks qazından əldə edirlər bunları. Gəldik laboratoriyada alınması. Laboratoriyada bir çox alınma üsulu var. Bizim üçün ən mühümlərindən biri Würz üsuludur. Hansı üsuldur? Würz üsulu. Bu üsulda metandan başqa, nədən başqa? Metandan başqa. Digər bütün alkanları almaq olur. Niyə məhz metanı almaq olunur? Metanı niyə almaq olunur? Şu an deyim sizə niyə metan almaq olur. Deməli, burada alkanların monohalogeni törəməsi götürürlər. Nəyə götürürlər? Monohalogeni. Monohalogen yəni xlor olar, brom olar, yod olar. Burada biz xlor götürmüşük, mən sizin yod götürəcəm. Tutaq ki, mən götürürəm C2H5 yod. Yəni, etilin halogeni, yəni yodlu törəməsini götürürəm. Və bundan çoxlu sayda var. Tutaq ki, mən bundan götürmüşəm 2 mol. 2 mol birisi nə boyda saydır? 2 vur 6,2 vur 13-23 dənə. Çox böyük bir saydır. Elə qabın içərisində çoxlu bunlar var. Mən o say bilmirəm, nə milyard, trilyard bilirəm, mən o say bilmirəm. Böyründə 23 dənə sıfırı bilmirəm nədir. O ədədi tanımıram mən. Buna təsir edilər natriumdan. Nə ilə? Natrium. Natrium bunda olan bu yolları gəl belə ayrı-ayrı yazın bunları. Hələ ki belə görür, 2 dənə natrium. Deməli, natriumun biri bu yodu götürür, biri də bu yodu götürür. Qabın içərisində çoxlu C2H5-lər yığılır, yığılmır. Çoxlu C2H5-lər var. Bunlardan radikaldır. Radikal da biz ki, dərhal rabitə yaratmaq istəyir. O zaman bunlar bir-birinlə rabitə yaradacaq, yaratmayacaq? Yaradacaq. O zaman 2 dənə C2H5 bir-birinə birləşəndə C4 nə olacaq? H10. Və bölündə də 2 dənə natrium nə alınacaq? Yodid alınacaq. Düzdür? Elədir. Amma bu üsulun adı Würz üsuludur. Bu üsulun adı nədir? Bəs yaxşı, niyə metan almaq olur? Çünki ən kiçik radikal CH3-dür. Məsələn, CH3 xlorun ikisini götürdüm. 2 dənə natriumla təsir elədi. Alarsan CH3, CH3. Və 2 dənə də natrium dexlor. Bu aldığın axı 2 karbonludur. Minimum 2 karbonlu alırsan da sən. 1 karbonlu ala bilmirsən. 1 karbonlu eləyə bilmirsən, ala bilmirsən. İndi burada birdən bəs mən başqa radikallar götürsəm necə? 2 müxtəlif radikal götürürəm. Bir də izopropi götürürəm. Nə götürürəm?
Bir dənə izopropilin deyək, halogenli törəməsi. Ən çox xlor olur, qoy xlor yazaq. Götürdüm, bir dənə demirəm də, yəni bir çox bundan götürürüm. 3 mol, 5 mol, bundan götürürəm, qaba tökürəm. Bir də hansını götürürüm, hansı istəyirsiniz? Hansı olsun? Sadə olsun mu? Metil olsun mu? Qoy rahat görək də. Bir dənə olsun, məsələn, CH3 olur. Buna da təsir edən mən natriumla. Nə ilə təsir edən? Natrium, təbii ki, bir natriumdan yox da, çoxlu sayda natriumdan. Adətən əmsallaşdırması belə edirlər. 3 bundan götürürlər, 6 da bundan götürürlər. Bu xlorları götürdü mü? Əldə hansı radikallar var? İzopropillər var çoxlu sayda qabın içərisində və metillər var çoxlu sayda qabın içərisində. Bunlar metillə, metil izopropillə, izopropil də özü ilə rastlaşma ehtimalı var yoxsa yoxdur? Əlbəttə var. O zaman metil özü-özünə rast gələcək, belə bir şey verəcək də. Verəcək, verməyəcək? Verəcək. İzopropil də özü-özünə rastlaşa bilər də, elə deyil. İki də izopropil rastlaşa bilir. Eyni zamanda izopropil metillə də rastlaşa bilər də, elə deyil. Bunların birləşən yerləri biraz qaraldım biləsiniz. Məsələn, burada metillə rast gəlir, burada izopropillə, burada isə izopropil metillə rast gəlir. Bax, bunların bir-birinə rast gəlmə ehtimalı 4/1-dir. Yəni neçə faiz? 25%. Bunların da özü-özünə rast gəlmə ehtimalı yenə 4/1-dir, 25%. Amma iki müxtəlif radikalın bir-birinə rast gəlmə ehtimalı 2/1-dir, yəni 50%. Aydındır? Döyü hesablayırsan da, isim ehtimalını hesablayın burada sən. Qabda eyni sayda A var, eyni sayda B var, onların bir-birinə rast gəlmə ehtimalını hesablayırsan. Bəli. CH2 metilendir. CH2 homoloji fərqdə, onun adı metilendir. Bəli. Buna qədər şey aydındır. Başa düşdünüz? İstiqab skematikdə göstərim bunu sizə. Məsələn, tutaq ki, deyək. Belə deyim də, bir yumru götürək. Bu bir radikal olsun, xlorlu. Bir dənə də kvadrat olsun, o da radikal olsun, xlorlu. Buna təsir edim natriumla. Burada yumru alına bilər, hə? Yumru kvadrat alına bilər. Bir dənə kvadrat. Deyək ki, belə bir sual qoyar sizin üçün ki, Vüs reaksiyası ilə bir maddə alınıb və deyir ki, bu hansı radikalların qarşılığı təsirindən ola bilər? Məsələn, tutaq ki, belə bir maddə yazır. Belə bir maddə yazır. İlk bu maddə alkandır da, düzdür? Neçə karbonlu alkandır bu? 6 karbon. Yəni C6, H14'dür də bu. Deyir, bu hansı radikalların monoalogeni törəmələrinin qarşılıqlı təsirindən ala bilərsən bunu? Deyir, burada müxtəlif variantlar ortaya çıxacaq da, düzdür? Məsələn, olar mı ki, mən bunu birinci silək bunu, qoy biraz daha rahat olsun. Çox variant olmasın, çox. İstəmirəm, növbəti anlayışa keçir. Məsələn, mən bunu belə ayıra bilərəm uşaqlarım. Bu C5. Belə ayıra bilərəm, onda olacaq C5 maşın. Belə ayıra bilərəm. Bu hansı radikaldır uşaqlar? Bu hansı radikaldır? İkili butil. Deməli, birinci hal. Metil və ikili butildən bunu almaq olar. Metil və nə? İkili butildən bunu almaq olar. Onlar da düzdürmü? Onlar olmaz. Eləcə də bunu belə də ayırsan, yenə metil ikili butil olur. Bax, buradan da ayırsam yenə nə olur? Metil. O zaman buradan ayırdım. Bir də buradan ayırdım. Burada hansı radikal olmuş olur? İzopropil. Bəs bu hansıdır? Etil. Deməli, ikinci hal. İzopropil və etilin monoalogeni törəməsindən də bu maddəni almaq olar. Buradan silək. Buradan ayırsam belə. Metillə bu hansı butil oldu? İzobutil. Deməli, üçüncü hal. Metil və izobutil. Yəni, bu üç hal mümkündür, yəni bu maddəni almaq üçün. Aydındır? Yəni, metil və ikili butilin də monoalogeni törəməsində natriumla təsirləsən bunu ala bilərsən. İzopropil və etilin də monoalogeni törəməsində təsirləsən bunu ala bilərsən. Eyni zamanda metil və izobutildən də ala bilərsən. Aydındır? İki eyni maddədən bunu almaq mümkündürmü? Xeyr, bunu almaq mümkün deyil. İndi başqa bir variant gözləyirəm. Bəs onu necə? Onu ala bilərikmi? Eyni maddə olsun da yəni. Belə bir hal yazacağım sizin üçün. Məsələn, belə bir hal yazacağım. Belə olsun. Bunu necə? Bunu almaq olar mı eyni maddədən?
Əgər eyni maddədən alınıbsa, o zaman mütləq bir simmetriya görəcəksiniz. Nə görəcəksiniz? Simetri. Nə görəcəksiniz? Bax, tam ortadan bunu belə ayır. Bu hansı radikaldır uşaqlar? İkili butil. Bu hansı radikaldır? İkili butil. Deməli, bu ikili butilin monohalogenin törəməsinin natriumun təsiri ki, bu çıxıb ortaya. Aydındır? Tam simmetrik ayırdım. Aydındır? Başa düşdünüz? Hə. Bu üsulun adı nə usuludur? Vüst usulu. Ən mühümü bizim üçün budur. Bundan daha çox sual düşür bizə. Dedik, bunlar hansı almaq olmur, hansı alkan almaq olmur? Metanı almaq mümkün deyil. Təbii ki, bunların hamısını yazmışam sizin üçün. Növbəti üsul, deməli, doymuş üzvü turşuların natrium duzuna və ya kalium duzuna, natrium OH və ya kalium OH-dan təsir edirlər. Burada çox sadə bir yol deyəcəm sizə. Bax, turşuda neçə karbon var uşaqlar? 2, karbon sayı düşəcək 1-ə. Bir dənə az alkan alınacaq. Məsələn, olsaydı burada C3H7, COO, kalium, təsir eləsəydim kalium OH-la, onda nə alınacaq? Bu neçə karbon var? 4. O zaman C3, H nə alınacaq? 8 alınacaq və kalium 2 çıxır. Bəs bu necə ortaya çıxır? Buranı görsən bu belə. Bu hissə qopur bizə karbonatı verir, bu hidrogenlə buna birləşir, bizə olur alkan. Bu hissə qopur, nəyi verir bizə? Kalium karbonatı verir, bu hidrogenlə birləşir buna, bizə verir. Aydındır. Bu üsulda ən az bürs qədər bizim üçün mühümdür. Bu üsulda ən az bürs qədər bizim üçün nədir? Mühümdür, çox rast gələndir. Aydın oldu. Çətin deyil ki, üzvü turşuların natrium və kalium duzlarına, natrium OH və qələvi ilə təsir edilə bir sözlə. Sonra alırlar deməli, karbon turşularını qələvi mühitində dekarboksiləşməsində. Dekarboksiləşmə yəni karbon qazını itirmək. Dekarboksiləşmə yəni nə itirmək? Yəni mən burada Erin yerinə nə yazılamsa yazım, ona uyğun alkan lazım. Məsələn, əgər bu C4H neçədirsə, C4H9COH-dırsa, burada alınacaq nə? C4H. Tabii getdik. Aydındır. Bu bizim üçün o qədər də mühüm deyil. Bu çox da görməyəcəksiniz bu reaksiyanı siz. C4H10 deyil. C4H10 yazmamışam ki. Birincide 9 olur, sonra üstüne təzən gəlir. Hələ bir dənə elə ki, buradan çıxdı bu. Hidrogen birləşir. Erin yerinə yazmışam da C4H9. Sonra metal üzvü birləşmələrin, elə bir sözlə alkanların metallı törəmələrinə su ilə parçalanmasından alırlar. Bu da bizim üçün o qədər də mühüm deyil. Yəni bunu da əzbər bilməzsiniz olar. Əzbər bilin, vürsü, bir də ikinci nə idi o? Karbon turşularının natrium və kalium duzlarına qələvi ilə təsir. Sonra alırlar yenə doymuş bir aslı karbon turşularının duzlarının elektrolizini alırlar. Bu zaman nə olur? Bu zaman bax, bu R nədirsə, onun ikisi bir-birinə birləşir. Sanki vürsdə olduğu kimi. Karbon qazı və natrium çıxır ortaya. Aydındır. Bu da əzbərləmə sözü olar. Amma crackingi mütləq əzbərləyin. Cracking nədir? Yüksək temperaturda və katalizatorların iştirakı ilə alkanlar parçalanır. Nə verir bizə? Bir alkan verir, bir də alken verir. Bir alkan, bir də nə? Bu yerdə sizə bir şey demək istəyirəm. Ümumiyyətlə, bir şey parçalananda iki cür parçalanma gedir. Var homolitik qırılma, var heterolitik qırılma. Bu nə deməkdir? Tutaq ki, mən bunu kobud deyirəm. Tutaq ki, A ilə A-nın arasında bir rabitə var. Bizdə bir rabitə demək, 2 elektron olur orada. Əgər bu qırılma bu şəkildə olsa, burada nə yaranır? 2 dənə A radikalı. 2 dənə nə yarandı? Bunlar nə olurlar? Radikal. Nə olurlar bunlar? Buna deyirlər radikal. Yəni, buna deyirlər homolitik qırılma. Homolitik nə? Qırılma. Bu zaman nələr çıxır ortaya? Radikallar çıxır ortaya. Nə çıxır? Bax, istəyirsən birinə A deyə, birinə B deyə, sən çoşma. Bir A radikalı çıxır ortaya, bir dənə B radikalı çıxır. Buna deyirlər homolitik. Homo bərabərdir də, bərabər. Elə bir sanki tən ortadan bölünür. Tək elektron biri A-da qaldı, biri B-də qaldı. A və B radikalı çıxır ortaya. Yaxud bir belə də ola bilər. Tutaq ki, deyək, bu belə bölündü. Elektronlar kimdə qaldısa, o müsbət, mənfi yüklənir. Elektronu qoparsa necə yüklənir? Müsbət. Burada nələr yarandı? İyonlar. Nələr çıxdı ortaya? Bu cür qırılma edirlər heterolitik qırılma. Anladınız mı? Deməli, homolitik qırılma zamanı radikallar çıxır ortaya, heterolitik qırılma zamanı nə çıxır ortaya? İyonlar çıxır ortaya. Aydındır? Bəs bu alkan parçalananda qırılma necə olur? Alkan parçalananda əslində homolitik qırılma olur. Nə tər olur? Homolitik qırılma olur. Məsələn, aslında cüt sayda karbon olanlara baxılır orta məktəbdə. Sən C18H38 götürmüsən, qızdırmısan katalizator iştirakı ilə, parçalanmışsan. Bu zaman 2 dənə C9H19 çıxır ortaya. 2 dənə.
Aydındır? 2 dənə. Bunlar işte radikaldır, düzdürmü? Sonra birindən bir hidrogen keçir digərinə. Birindən nə eləyir hidrogen? Keçir digərinə. Bu olur 18, bu olur neçə? 20. Nəticədə bu olur alkan. Alkan. Bu olur nə? Alkin. Bunda bir iki qat rabitə var, karbon-karbon. Alkenləri keçəndə görəcəksiniz. Aydındır? Əllər boşda qalmasaq 200 hidrogen itirmiş oldu bu. Ona görə də orada nə yaranır? Orada nə yaranır? Orada belə bir alkan, bir alken yaranır. Bunu mütləq öyrənirsiniz. Növbəti üsul doymamış karbohidrogenlərin hidrogenləşməsi. Yəni hidrogenlə doyması. Biz demişdik ki, alkanlar doymuş karbohidrogenlərdir. Düzdür? Yəni artıq karbonun hidrogenə ehtiyacı yoxdur və doymuş olan alkanın formulu necədir uşaqlar? CnH2n+2. Sən bir doymamış karbohidrogen götürürsən, məsələn CnH2n. İndi sual verəm, buna nə qədər hidrogen lazımdır ki, bu doysun? 1 molla. Bunun 1 molla belə bir 2 lazımdır da buna. Deməli H2 ilə girsə, temperatur katalizator iştirakı ilə bizə bunu verəcəklər. Məsələn C5H10-dur, hə? Üzərinə gəl H2 bizə verir C5H12. Bu pentendir, bu isə pentan. Aydındır? Və yaxud da bu formada CnH2n-2 bilmirəm, alkadendir, yoxsa alkindir, fərqi yoxdur mənim üçün. Bu neçə mol hidrogeni lazımdır ki, alkana çevrilsin, yəni doysun. Neçə mol lazımdır? 4 dənə, yəni 2 moldur. 1 moluna 2 mol lazımdır. Aydındır? Aysu, aydındır bu lan. Bunu öyrənəcəksiniz. Bir üsulumuz da var. Bundan metanı alırlar. Nəyi alırlar? Metanı. Bu da alüminium karbidin su ilə reaksiyasıdır. Bu zaman metan alınır və alüminium hidroksid alınır. Bu üsulla laboratoriyada metan alınması üçün istifadə olunan üsullardan biridir. Və çox da rast gəlinir sonra. Keçək fiziki xassələrdir. Uşaqlar, fiziki xassa bilirsiniz nədir? Rəngdir, iydir, daddır, aqreqat haldır. Bunlar fiziki xassələrdir. Düzdür? Hə? İndi burada fiziki xassələrdə diqqət çəkən bir şey var. Bunların ilk 4 nümayəndəsi adi şəraitdə qaz halındadır. Yəni metan, etan, propan, bir də butan. Bunlar nədirlər? Qaz halındadılar. Nədirlər? Qaz halındadır. Pentandan başlayaraq, pentadekana qədər, yəni 15-ə qədər mayedirlər. 16-dan, yəni heksadekandan sonra nə qədər varsa, indi bura axıra qədər yazmamışım da, neçə ən son, ən böyük alkan nədir, bizim maral da deyil. 16-dan sonrası nədir? Bərk aqreqat haldadır. Nədir? Siz nə gördünüz? Adi şəraitdə əgər bunlar qazdırsa, o zaman bunlar çoxdan əriyiblər də, qaynayıblar da. O zaman bunların ərimə və qaynama temperaturları bu aralıqda kiçikdir də, elədir? Bunlar əriyib amma hələ qaynamayıb. Bunlar sən nə əriməyib, nə də qaynamayıb. Onda belə çıxır ki, alkanda karbon sayı artdıqca və yaxud da Ml, nisbi moleküləsi böyüdükcə ərimə və qaynama temperaturu nə olur? Artır. Ərimə və qaynama temperaturu nə olur? Artır. İndi uşaqlar, bunlar qazdır, bunlar mayedir, bunlar da bərkdir, eləmi? O zaman sıxlıq da nə olur? Artır. Həcm nə olur? Azalır. O zaman Ml artıqca sıxlıq artar, həcm azalır. Və suda həll olma necə? Ümumiyyətlə bunlar neftin benzin tərkibindədir. Neft benzin suda həll olur mu? Xeyr. İlkin nümayəndələr çox cüzi həll olması olur. Çox cüzi. Çox cüzi. Sonrasında heç ümumiyyətlə həll olmur. Belə yadlasaq, bu mən alkohol həll olan deyil. Zaten çox pis həll olur ilk nümayəndələri. Sonrakılar isə demək olar həll olmur Ml artıqca. Bəs yaxşı. Eyni bir alkanın müxtəlif izomerləri bizdən rast gəlsin. Məsələn, bu da pentandır, bu da pentandır, bu da pentandır. Hər üçünün formulu C5, H neçədir? H12. Hər üçün. Bəs bunların qaynama temperaturları arasında nə əlaqə var uşaqlar? Bax, əgər heç bir şaxa yoxdursa, o zaman onlar sanki bir-birinə belə yaxın olur. Bir-birinə yaxın olanda onların bir-birinə qopması çətinləşir. Amma şaxa artdıqca onlar bir-birinə nə olurlar? Uzaqlaşırlar. Və onların qopmağı, bir-birindən ayrılmağı nə olur? Rahatlaşır. O zaman nə qədər çox şaxa olsa o daha tez qaynayacaq. Yəni şaxalənmə artdıqca qaynama temperaturu nə olur? Azalır. Anladınız məntiqi niyə? Çünki şaxa olduqca yaxınlaşa bilirlər, yaxın dayanmayanda da rahat qopurlar da bir-birindən. Aydındır? Əl. İndi gəldik kimyəvi xassələrlə. Alkanlar üçün uşaqlar bir neçə reaksiya növü xarakterikdir. Bunlardan biri birləşmə deyil uşaqlar. Bunlardan biri nə deyil? Deməli, alkan birləşmə söhbəti yoxdur. Alkan birləşmə reaksiyalarına girməz. Niyə girməz? Çünki alkanlar doymuşdur uşaqlar. Alkanlar nədir? Həsən, alkanlar nədir olan? Doymuş. Alkanlar doyur. Yəni, bunun artıq nə hidrogenə, nə xlora, nə suya falan heç nəyə ehtiyacı
Yoxdur. Ona görə bunlar birləşmə reaksiyasına girməzlər. Amma bunlar əvəz etmə reaksiyasına girərlər. Nəyə girərlər? Yenə zəkkər. Kimyəvi xassələri. Dedik, alkanlar üçün birləşmə reaksiyaları xarakterik deyil. Bunlar üçün nə əvəz etmə reaksiyaları xarakterik? Axı, əvəz etməni biz belə görməmişdik. Əvəz etmə belə olmurdu. Əvəz etmə necə olurdu? Xlor gəlir, hidrogen əvəz edir. Bu belə deyil, axı, burada H-klor da çıxmırdı. Çünki bu proses, uşaqlar, radikal mexanizmi ilə gedir, işığın təsirindən. Deməli, əvvəlcə nə baş verir? Əvvəlcə, göstərəcəm sizə. Əvvəlcə xlor işığın təsirindən homolik qırılma olur, radikal yaranır. Birisi də radikal rabitə yaratmaq istəyir. Bu hücum çəkir metan üstünə. Metansa metan, etansa etan. Onun bir hidrogenin qopardır və nəticədə bu olur radikal. Artıq onda metil radikal yarandı. Bu da deyir, xlor hardadır o xlor? Kim il mənə vurdu apalda hidrogen düşür, bir dənə xlor tapır, o da xlora vurur. Bir dənə xlorun birini götürür. İndi bu radikal qalır, bu deyir, mənim dostum kim apardı? Belə-belə bu zəncirvari proses davam eləyir. Anladınız? Ona görə xlor girsin, hidrogen çıxsın, belə deyil proses. Çünki radikal mexanizmi ilə gedir. İndi tutaq ki, biz götürmüşük C2H6. Bunun üzərine gəlmişik 4 mol xlor. O zaman alınan maddə nə olacaq? Yadda saxla. Neçə mol xlor götürmüsənsə, o qədər hidrogen əvəz olunacaq. Neçə hidrogen əvəz olunacaq o zaman? 4 dənə. O zaman olacaq C2, H2, xlor 4, plus 4 dənə nə alınacaq? H xlor. Məsələn, götürürüm C3H8. 7 mol xlor götürürüm. Nə alınacaq burada uşaqlar? C3, H, xlor 7, 7 dənə H xlor. Anladınız məntiqi? Başa düşdünüz? Əla. Nitrat turşu ilə də reaksiya əvəz etmə reaksiyasıdır. Hidrogenin sayı xlordan qalır. Az olsa o xlor artıq qalır. Olar qədər. Ola bilərsən xloru bəlkə çox götürmüsən artıq miqdarda. Onda hamısı əvəz olunan nə qalırsa qalır, artıq qalır. Tutaq ki, bu 6-dır, mən 15 mol xlor götürmüşəm. 6-sını əvəz eləyəcək, olacaq C2 xlor 6, altdan H xlor, xlorunu qalanı artıq qalacaq. Bunu həm savaşdırırlar göstərədə. Bəli? Həm savaşdırma olur. Niyə olmuş? Verilən miqdara baxır da, nə qədər verib sənə. Bu Konovalov reaksiyasıdır, bu da əvəz etmədir. Burada nitrobirləşmələr yaranır. Burada daha rahat əvəz etmə. Bir hidrogen buradan çıxar, NO2-ni birləşdirir o. Bir hidrogen çıxar, NO2-ni birləşdirir. Məsələn, götürsəm C3H8, üstə gəl, HNO3. Bunu belə də, istəyirsiniz belə yazın. HNO2. O, buradan bir dənə hidrogen gedəcək bununla birlikdə. NO2 birləşəcək olacaq. C3, H7, NO2 plus H2. Aydındır. O H qopur turşudan, H qopur alkandan və beləcə bunlar qarşılıq təsir olunur. Sonra bunlar üçün parçalanma reaksiyaları xarakterik. Dedik, əvəz etmə var idi. Nə dedik? Parçalanma. Zaten bu metalın müxtəlif temperaturlarda parçalanmasını biz hidrogen bəhsindən bilirik. Bunlar hidrogenin sənayedə alınma üsulları idi. Düzdür? Hatırlayırsınızmı? Hə. 550-600 bu verirdi etilen və hidrogen, 1500 asetilen və hidrogen, 1000 dərəcədə karbon özün və hidrogen verirdi. Sonra bax, bu şəkildə də ola bilər. Buna deyirlər dehidrogenləşmə. Əgər bir maddə parçalandığında temperatur katalizatörünün təsiri ilə hidrogen ondan ayrılırsa, buna deyirlər dehidrogenləşmə. Anladınız mı? Dehidrogenləşmə. Və yaxud da cracking, alınmasında cracking öyrəndik və crackingdə parçalanmaya nümunə ola bilər. Bunu zaten dedim sizə, əgər hidrogen ayrılırsa, buna deyirlər dehidrogenləşmə. Nə deyirlər? Dehidrogenləşmə. Sonra alkanlar üçün izomerləşmə reaksiyası xarakterikdir. Nə xarakterikdir? Deməli, əvəz etmə dedik, sonra parçalanma dedik, indi nə deyirik? İzomerləşmə. İzomerləşmə alüminium kloridin təsiri ilə olur. Məsələn, bu vaxtda bu şaxəsizdir, butandır da, düzdürmü? Normal butan. Bu isə izobutan və yaxud da 2 metil propandır. Yəni, alüminium kloridin təsiri ilə bu şaxələndi. Yəni, izomerləşdi. Nə elədi? İzomerləşdi. Sonra var oksigenləri, oksidaşmə deyə bilərik buna ümumi olaraq. Siz yanma ilə oksidaşmənin fərqi var. Yanma zamanı istilik ayrılır, enerji ayrılır, işıq ayrılır. Oksidaşmə zamanı bu proses baş verməyə də bilər. Yəni, oksigenlə var yanma, bir də var oksidaşmə. Yanan zaman hər zaman karbon qazı və nə alınır? Su alınır. Nə alınır? Karbon qazı və su. Aşağı nə alınır? Karbon qazı və su. Nə alınır? Karbon qazı və su. Mən bu əmsalları əzbərləmirəm uşaqlar. Sizə də məsləhət görmürəm. Bəs necə yazıram bunu hər dəfə? Tutaq ki, bizə verib CE,
H2N plus 2 bir alkan verib. Bunu oksigende yandıracaq və yadda saxla. Karboid hidrogenlər yananda həmişə karbon qazı və su alınır. Nə alınır? Karbon qazı və su. Yazdım bura. Karbon qazı və su. Yazdım mı? Hə. Burada isə karbon var, bax. O zaman N dənə karbon qazı əmələ gələcəkdir. Başqa karbonun məhsulu yoxdur axı. Düzdür, bir dənə karbon qazı var da, içində karbon olan məhsul. O zaman N dənə. Nə qədər hidrogen var? Mən bura nə yazım ki, 2'ye vuranda 2'ye plus 2 olsun? Nə yazım? N plus 1 yazım ki, vuranda 2'ye plus 2 edəsində. Düzəldir mi? Yaxşı, sual. Bu karbon qazında N dənədirsə, oksigen sayı nə qədər olur? Burada, məsələn, oksigen sayı? O zaman cəmi nə qədər oksigenin var? Bu 3N plus 1 buraya yazsa, baxın, bir dəfə də 2'ye vuracaq. Cəm də 2 yazıram, bura burada tabii ki. Düstur əzbərləmə ehtiyac. Yoxsa zaten məhsullardan tapaq olur. İstənilən alkanı yandırsan, karbon qazı və su alınacaq. Gəldik indi oksidaşmə reaksiyalarına. Oksidaşmə reaksiyalarında sən bir karbonlu bir alkanla, bir karbonlu aldehid də alarsan, turşu da alarsan, lazım olsa spirt də alarsan, heç bir problem yoxdur. Yəni metan oksidləşir, temperatur, təcə katalizatlar fərqli olurdu. Müxtəlif katalizatlar götürürlər. Aldehid də alırlar, turşu da alırlar. Başqa bir, sən burada butan götürüb, oksidləşdirib, nə alıb? Sirkə turşusu. Metanı oksidləşdirib, alıb nə? Qarışqa turşusu. Bu şəkildə göstərirlər ümumi olaraq. Məsələn, sən bir çox karbonlu bir alkan götürüb oksidləşdirsən, 2 müxtəlif turşu da ortaya çıxa bilər. Aydındır? 2 müxtəlif turşu da ala bilərsən. Bir də burada səhv var, uşaqlar, sintez qazda su yox, hidrogeni bunu düzəltirsiniz. Səhv düşün. Bu da hidrogenin səmərli alınma üsulu idi. Təbii qazı, metanın, karbon qazı ilə və su ilə qarşılıqlı təsirindən CO plus H2 alınır. Bunlar deyirlər sintez qazı. Nə deyirlər buna? Sintez qazı. Prosta bir dənə orada oksigen artıq düşür bu. Görünmür. Qaldırsam görünər. Oksigenləri silin orada. Aşağıda düz verilir, bax burası. Bu qarşıya deyirlər sintez qazı qarşı. Mol nisbətinin bizim üçün o qədər də önəmi, fərqi yoxdur. Tətbiqini öz oxuyarsınız uşaqlar. Tətbiqini öz oxuyarsınız. Harada tətbiq olunur? Çox qısa bir tətbiqi var bunun. Oxuyarsınız bunu. Yaxşı. Bir də bu şeylərdən sizə demək istəyirəm mən. Deməli, biz alkanın ümumi formuluna baxıb bir çox şey təyin edə bilərik. İstəyirəm bunu özümüz eləyək biz. Nə deyirsiniz? Hə? Bunu özümüz eləyək. Deməli, birincisi bizim alkanımızın formulu gen nədir? CN H2N plus 2. En böyük bərabər neçədən olur? Və en daxilində natural nədir? Tamam. Elə biz bu CN H2N plus 2-də bir çox şey təyin edə bilərik. Məsələn, atom sayı. Nəyi sayı? Peki, atom sayı. Atom sayı necə təyin edərsən? Karbon sayı neçədəndir uşaqlar? N dənə. Hidrogen sayı neçədəndir? O zaman N üstə gəlir 2N plus 2. Nə qədər olacaq? 3N plus 2 dənə atom olacaq. N'in qiyməti nə olur olsun? Yəni atom sayı tapmaq ən rahatıdır da. Yəni bundan rahatı var mı? Yoxdur məncə. Bundan rahatı yox. Sonra nəyi tapa bilərsən? Sonra rabitə sayı tapa bilərsən. Nəyin sayı? Rabitə sayı. Nəyin sayı tapa bilərsən? Rabitə sayı. Uşaqlar, rabitə sayı ümumiyyətlə üzüm maddələrdə, söhbət əgər sigma rabitələrdən gedirsə, elə açıq zəncirlərdə. Nələrdə? Açıq zəncirlərdə, qapalı yox. Açıq zəncirlərdə atom sayından bir dənə az olur. Nə? Əgər sən sigma rabitə sayı tapıb ismək istəyirsənsə, o zaman N atomla nəyi çıxarsan? Atom sayından biri çıxarsın. Yəni bundan biri çıx neçə edir? 3N plus 1. İndi deyək ki, sən bunu belə istəmirsən, nə əzbərləmək? Sən bunu taparsan, könlün bunu istəyir, eləmi? O zaman yadda saxla. Karbon sigma rabitənin sayı. Karbon sigma rabitənin. Karbon sayından bir dənə az olur. Nədən bir dənə az olur? Bir dənə. Çünki yadda saxla. 3 dənə karbon birləşirsə neçə yerdə birləşir? 2. 4 dənəsi, 5 dənəsi. Yəni açıq zəncirlərdə karbon rabitə sayı karbon sayından bir dənə az olur. Anladınız mı? Səbəbini bildiniz niyə? Həm karbon hidrogen rabitə sayını bilmək istəsən, o da hidrogen sayı qədər olur. Nə qədər sayı olur? Əgər sən karbon hidrogen sigma rabitələrin sayını istəsən, o da hidrogen sayı qədər olur. Çünki bütün hidrogenlər təşkilat rabitə ilə karbona birləşir. Alkanlarda. Bütün hidrogenlər təşkilat rabitə ilə nəyə birləşir? O zaman gəl bu sayıda yazaq bura. Bu nə qədər oldu? 2N plus 2. Bunun sayı nə olmuşdu? N çıxdı. Bunları toplayanda yuxarıdakı verir mi? 3N plus 1 verir mi? Əla. Artıq sigma rabitələrin sayını bilirsən. Rabitə yaradan elektronların sayını soruşa bilərsən də. Nə soruşa bilər? Rabitə yaradan
elektron sayı. Uşaqlar, hər rabitəni neçə elektron yaradır? Əgər hər rabitəni 2 elektron yaradırsa, bilirsiniz də, A və B-dirsə, A1 elektron qoyur, B1 elektron və yaxud da ikisini A qoyur, onu aksept olursa, dəxli yoxdur da məsələyə. Bir rabitə varsa 2 elektron var da ortada. O zaman bu qədər rabitə varsa, elektron nə qədər olar? Bunu neçə misli? O zaman 6E plus neçə? 2. Bu qədər rabitə yaradan elektron var. Sonra orbital sayı. Rabitə yaradan orbital sayı istəyə bilər sənlər. Nə istəyə bilər? Rabitə yaradan orbital sayı. Bunlar da iki yerə bölünür. Var hibrid. Nə? Hibrid bir də qeyri-hibrid. Qeyri nə? Uşaqlar, sual verirəm. Hər elektron bir orbitalla gəlmir ortalığa. Elə deyil. O zaman nə qədər elektron varsa o qədər də orbital var. Elə deyil. Elə deyil. Bir də deyirəm. Hər bir elektron bir orbitalla qoyulur ortaya. Hibrid və ya qeyri-hibrid fərqi yoxdur. Yəni bir element atomu bir elektron qoyursa ortaya rabitə yaratmaz. Onu bir orbitalla qoyur. Ya S ilə, ya P ilə, ya SP ilə, SP2 ilə, fərqi yoxdur. O zaman nə qədər elektron varsa rabitə yaradan, o qədər də orbital var. O zaman bunların cəmi nə qədər olmalıdır? 6M plus neçə? Yəni rabitə yaradan orbital sayı 6M plus 2 olmalıdır. Bu şübhəsizdir. Yaxşı, görəsən bunun neçəsi hibriddir, neçəsi qeyri-hibriddir. Deməli, biz bilirik ki, alkanlarda karbonlar sp3 hibridləşmə halındadır. Hansı hibridləşmə halındadır? sp3 demək, neçə hibrid deməkdir? 4 dənə. Əgər bir karbonun 4 hibridi varsa, N'lərə nə qədər olur? 4 N'lər olmur. Bir karbonun 4 dənə varsa, 2 karbon etdən olur. 4'ə vursan da, N'lərə də bölür. O zaman hibrid sayı olacaq nə? 4N. Hibrid sayı nə qədər olacaq? 4N. Qeyri-hibriddə hidrogenlər də hamısı S orbitaldır. Nədir? Hər hidrogen bir S'i var. Bizdə neçə hidrogen var? O da 2M plus 2 dənə qoyub ortaya. Bu cəmləyəndə sayı verirmi? Verməlidir də, bayaq usta bunun şübhəsiz belə eləmişik də. Başa düşdünüzmü inşallah? Dəqiq anladınızmı? Sonra sizdən onların emelini soruşa bilər. Nəyi soruşa bilər? Lisimali kütləsini soruşa bilər. Lisimali kütləsindən əvvəl gəl proton, neutron falan bula sayılara baxın, sonra lisimali. Peki proton sayını istəyir sizdən. Nəyi sayın? Proton sayı. Şolar, hər karbonun neçə protonu var? 6 dənə. Neçə dənə? Hər hidrogenində bir dənə var. 6M bunda, 2M plus 2 də bunda. Deməli 6N dənə var karbonda, hə? 2M plus 2 dənə var kimdə? Hidrogende. O zaman bunların cəmi nə qədər olacaq? 8M plus 2 dənə protonu var. Gəlin neutron sayına bax. Siz bilirsiniz ki, hidrogen DT əgər protiumdursa onun neutronu 0'dır. Neutron neçədir? Amma karbon neutron istəndir? 6 dənə. O zaman karbonda neutron 6 dənə, bunda da 0 dənə toplayanı nə edir? Kütlə bunların cəmi deyilmi? Proton neutron cəmi kütlə vermir. O zaman bunu emeli nə olmalıdır elə? 14 plus neçə? 2. O zaman biz hər birini ayırıcı eləyək də karbonun kütləsi. Karbon kütlədə də 12'dir. N nəsi nə olur? 12N. Hidrogen kütlədədir. 1'dir. 2M plus 2N də olur. Elə 2M plus 2. Toplayanda verir mi 14 plus 2? Verir. Bunlardan başqa bir şey istəmir atom. Bunları istəyir. Kütlə istəyir. Hibrid orbital sayı, qeyri-hibrid orbital sayı, rabitə sayı, sigma rabitə sayı. Burada rabitə sayı ilə sigma rabitə sayı. Çünki bunlarda pi rabitə yoxdur. Pi rabitə olanda xüsusi olaraq deyəcəm. Burada bir şey də infuzu verirlər. Açıq zəncirlərdə atom sayı ilə bir çıxanda sigma rabitə sayı verir. Pi yox ha, sigma verir. Bu bildiniz, bu bir infuzu. Sonra da dedim sizə. Sonra dedim ki, rabitə də elektron sayı ilə orbital sayı ilə bərabər. Rabitə də orbital sayı ilə. Çünki bunlar da eyni. Bunu da bildiniz. Burada da sualınız var mı? Yoksa orada yazdığım başka bir şey var mı burada deməliyim? Bence yoktu, hamısını dedim. Yani olabilecek bunlar idi, hamısını dedim. Belə. Gələn dərslərdə görüşəlim inşallah. Videonu saxla.